Bugün sizə Novruz bayramının qaranlıq və dəhşətli tərəflərindən danışacağam. Orta Asiyadan Balkanlara kimi böyük bir coğrafiyada müxtəlif millətlərin öz inancları ilə ahəng halında qeyd etdiyi Novruz bayramı uzun illər türk millətləri arasında da qeyd edilir. Baharın gəlişini qeyd etdiyimiz bu bayram Teymurilər dövründə bayramla yanaşı qanlı və dəhşətli hadisələri də bərabərində gətirirdi. Orta Asiyada və Teymur İmperatorluğunun müxtəlif bölgələrində baharın gəlişini müjdələyən bu bayram eyni zamanda ədalətin bərpası və ictimai nizam-intizamın sərtləşməsi üçün bir fürsət kimi görünürdü. Nizaməddin Şami Zəfərnamə adlı əsərində Əmir Teymurun bu bayram vasitəsilə xainləri, mənəvi dəyərlərə zidd davranışlarına görə dustaq olunanları bayram tonqallarında yandırdığını qeyd edirdi. Ən məşhur hadisələrdən biri 1396-cı ilin baharında baş vermişdi. Teymurun ordusundakı yüksək rütbəli bir əsgərin vəzifəsindən sui-istifadə edərək bir qadını təcavüz etməsi xəbəri saraya çatır. Teymur dərhal günahkarın xalq qarşısında cəzalandırılmasını əmr edir. Şami hadisəni belə nəql edirdi. Əmirin qəzəbi şimşək kimi çaxdı. Buyruq verdi ki, günahkar bayram oduna atılsın və bu Tanrının lənətləndiyi bəd əməllərin sonu olsun. Bu hadisədən sonra Novruz bayramı Səmərqənddə yalnızca bayram kimi yox, ədalət və qorxu ilə də anılmağa başladı.